Vaxtınız xeyir olsun, günümüz xoş olsun, ömrümüz təravətli olsun. Bugün də yine bişirik, gecenin bir alemidir. Səhər inşallah görərsiniz ki, arzu harda olacaq, hansı verilişdə olacaq. O da ki, sürpriz olsun qoy sizlərə. Dedim səhər nə yiyəcək Banu, məktəbdən gələndən sonra. Anam rəhmətlik həmişə bununla pişirərdi mənim üçün. O birisi səhifəm bilmirəm, spama düşüb, nədir? Bezdim mən vallah. O səhifəyə takip atın ki, orada heç olmasa canlı aça bilim. Əgər bu səhifə bağlansa. Çünki nə deyirlər ona, İray deyirlər, nə deyirlər, o qırmızı bir rəqəmdə o gəlib bağlanacaq deyəsən. Bağlansın da ömrümüz də bir günləri bitəcək. Hər şeyin bir başlamağı var, bir də qutarmağı var. Dünyaya gəlmişik, bu dünyadan gedəcəyik. Duzdur, bax məsələn, tökülüb bir gün qutaracaq. Ömür də qutaracaq, pul da qutarır. Biz kartofumuz var. Qaynanmış kartof. Bunu da əzib, ona daxil edəcəyəm ki, heç olmasa Banu məktəbdən gələndə ac olmasın. Allah heç bir balanı ac eləməsin. Həyatdır, yaxşı olar. İndirim səhifə yadınızdan çıxmasın, səhifəyə takip atın. Bezdim mən vallah. Öləndə gəlmə, mən öləndə gəlmə məzarım üstə. Həyatda hər bir rəqəmlərin hər bir mənası var. Mənasız bu həyatda yaşamayın. Mənalı yaşayın. Ac oldum, suz oldum, mənalı oldum. Həyatdır. Çörək var, qurudur. Nə olsun? İnşallah səhər qızardıb yiyəcəyəm. Necə deyərlər? Hər şeyə əlac var. Amma ömür bitsə, Allah böyükdür, rəhmi də böyükdür. İnşallah. Mən də öz haqqımı istəyirəm. Ailəmdən haqqımı istəyirəm. Kaşlar içində qaldım. Kaş adım qardaşdır. Mən də bir arxalı olardım. Qardaşlıyam. Onsuz da arxalıyam. Qardaşım var. Başımdan bir tük eksik olsa, nə qədər olmasın. Qardaşım pisi olmur. Bacının pisi olmur. Evladın pisi olmur. Ərin pisi olmur. Sadəcə həzm eləyə bilməyənlər var. Dünənləri görürəm ki, 5 dənə uşağını atıb maq istəyir. Xoşqədəm Hidayət qızını salamlayıram. Zarbaq Şahlevi salamlayıram. Əkbəri bövüt. Əskərliyə getsin, nə bilim, evlənsin, əziyyət çəksin. Ana 9 ay bətnində saxlasın, sonra da desin ki, DNT-yə gedirəm. Yazıq ana. Öldü də, o dirikən öldü də. Belə oğullardan Allah qorusun insanı. Belə evlad olarmı? Sənə durub evladan elə bir söz desə, xoşuma gələr kimi. Onsuz da o onundur. Onsuz da qanından, canından əmələ gələn. Valla mən Əkbərin anasının yerinə olsaydım, 10 milyon əhalinin qabağında onu DNT-dən çıxardardım, evladlıqdan silərdim onu. Ona bir kəlmə söz deyərdim. Sənubər ana, sizə bir sözüm var. Paltar parçanı əyri kəsəndə, o parça gözdən düşür. İnsan gözdən düşmür. Nə də qayçı gözdən düşmür. Elədiyin səfə, bir dənə belə deyirsə, bükürsən, tulluysan paltarı. Çünki səhv kəsmirsən. Ya qısa kəsmirsən, ya əyri kəsmirsən, ya da düz tikməmirsən. Düz tikməsən, söküb tezdən tikə bilərsən. Mən sənin yerib olsam, onsuz da Zar müəllim sənin yanındadır. Onsuz da Zar müəllim sənə hər zaman arxa olub. Hər zaman yanında olub. Zar məni
analı elədi. Gedəcəyi bir ünvan elədi, qardaşlı bacılı elədi. Amma indi bu dəqiqə ana, bax halal namusumla, qeyrətimlə, bax, mən onu bağımlıya verə bilirəm. Dükana borcum var, üzüm yox gedim alım. Qılınc kimi qabaqda qışım var. Amma sən o bər ana, əllərindən öpürəm bir evladın kimi. Heç kəsin yanında qururumu sındırma. Gözəl anasan, gözəl xanımsan, gözəl qamətin var. Heç kəsin yanında özünü əgmə, sındırma. Hamısı gəldi gedərdi. Sil hamısını, öz həyatımı bundan bu yana yaşa. Bunu mən arzu deyirəm sənə. And olsun Allaha, hörmətdə birinci, səxavətdə birinci, izzətdə birinci. Sənin bütün iş yoldaşların mən tanıyıram. Məclislərində iştirak eləmişəm. Bir 10'unu tanıyıram iş yoldaşlarından. Bir 10'unu, 15'ini mən özüm tanıyıram ki, onların məclisində mən iştirak eləmişəm. 3'ünü aparmışam, 40'larını aparmışam, illərini aparmışam. Sən necə xanım olduğunu mən sən yaxşı bilirəm. Amma onu deyirəm ki, özünü sındırma. Mərdin qabağında namərd dünyanında nə işin var? Südvü də ona haram elə, yox. Heç nə deməm. Bir dənə deyinən ki, mən heç vaxt arxaya baxmıram, geriyə. Yasəmən xanımın bir sözü var mənə. Arzu heç vaxt arxaya baxma, qabağa. İrəli, qabağa. Ona görə yollarında uğurlar arzu edirəm sənin üçün. Hər şey yaxşı olacaq. Həyatdır. Həyat davam edir. 050 450 16 45-lə əlaqə saxlayın. Şeyə ehtiyacım var. Hansı verilişdə olacaq? Səhər sürpriz olacaq sizlərə. Görüşərik inşallah. Zadı verilişində deyirəm, narahat olmayın.